Başkanımıza bir daha çok sağ olun deyirəm. Yəni dəyərli vaxtlarını sərf elədilər, tədbirimizdə iştirak elədilər, tədbirimizdə. Hər birinə bir daha yenə deyirəm, təşəkkürümü bildirəm, minnətdarlıq edirəm. Və bugünkü tədbirin iştirakçılarına, hamısına çox sağ olun deyirəm. Tədbiri məktəbin rus dili müəllimləri Xuraman müəllimə və Sevinç müəllimə hazırlayıblar. Yəqin ki, bugünkü tədbirdən, buradan, bu səhnədən hiss olundu ki, onlar nə qədər zəhmət sərf ediblər. Məktəbin Fərman müəllim deyir ki, yarısı burada iştirak edir. Bəli, bu çoxluqda uşağı bir tədbirə cəlb eləmək yəqin ki, böyük cəsarət tələb edir. Və çoxluq olan yerdə də adətən bilirsiniz ki, biraz problemlər olur. Amma mənə elə gəlir ki, biz heç bir problem yaşamadıq. Ona görə müəllimlərin hər bir ikisinə də çox sağ olun deyirəm. Vəfa müəllimə musiqi müəllimi kimi həmişə tədbirimizi rövlaqləndirir. Ona sağ ol deyirəm. İbtidai siniflərdən burada iştirak edirdi. Şəmsiyyət müəllimənin sinifinin uşaqları, Pərvanə müəllimənin, Elnarə müəllimənin sinifinin uşaqları iştirak edirdi. Onların hər birinə müəllimlərə sağ olun deyirəm. Valideynlərimizə çox sağ olun deyirəm. Yəni bugün tədbirimizdə də əksəriyyət iştirak edir. Onların körpə balaları iştirak edirlər. Yəni bizə arxa dayaq oldular. Tədbirin keçirilməsində bilirsiniz ki, bu paltarların əldə olunması filan hamısı yəqin ki, vəsait tələb edir. Yəni valideynlər sağ olsun, onların hamısı özləri yerinə getirdilər. Və uşaqlarımıza gördünüz ki, burada da yenə deyirəm, keçən tədbirdə də mən dedim ki, məktəblərin 10-11 sinif şagirdlərini tədbirlərə cəlb eləmək nisbətən çətindir. Nisbətən yox, demək olar ki, çətindir. Amma burada sizin qarşınızda hamısı 10-11 sinif şagirdləri demək olar ki, iştirak edənlər. Mən onların hamısına sağ olun deyirəm. Hamısını öpürəm, bağrıma basıram. Yəni o qədər mən bilmirəm, yəqin ki, çıxışlardan da məlum oldu. Doğrudan da tədbir çox yüksək səviyyədə keçdi. Bəzən ağlamağımız gəldi, bəzən sevincdən ağlamağımız gəldi. Mən bilmirəm, o hissləri yaşadım. Amma uşaqlarımıza arzu edirəm ki, həmişə belə gözəl tədbirlər keçirmiş olsunlar. Təhsildə uğurlar əldə eləmiş olsunlar, nailiyyətlər əldə eləmiş olsunlar. Və bizim Azərbaycanlı balalarının elə üç günləri bax beləcə keçsin, şən, deyə, gülə. Allah həm də ruzilərini yetirmiş olsun. Ölkəmizdən, üzərindən qara bulutlar yox olsun. Övladlarımız şən, hürrəm yaşasınlar. Hamınızı öpürəm, bir daha bağırma basıram. Aziz anam, şirin sözlü anam, kalbini kömüre yeşkin solmaz bahar. Güler yüzlü kara gözlü anam, hara getsem gözün mene Aziz anam, şirin sözlü anam,
Kalbini kömüre yeşkin solmaz bahar. Güler yüzlü kara gözlü anam. Hara geçsem gözün mene bakar. Ana kalbin layla olar gezer. Doğma sesin ömrü günü bezer. Lay lay dedin ana, lay lay dedin mene. Hayat verdin mene aziz ana. Laylan hele yaşar, laylan eller aşar. Güneş kimi yana yana ana. Sesin aydın seher olar. Ana kalbin keşik çeker bize. Yolum üstte uzak sefer olar. Işık olar nurdan düşen göze. Benim gören gözüm sensen ana. Ömrüm günüm özüm sensen ana. Lay lay dedin ana, lay lay dedin mene. Hayat verdin mene aziz ana. Laylan hele yaşar, laylan eller aşar. Güneş kimi yana yana ana.
Anacan, ana. Gözümün nuru, canım ana. Büyüttün sen beni yana yana. Odlusan gün kimi, bir kaynar hayat kimi. Borçluyam ben sana, sana bir evlat kimi. Aziz ana. Ne kâr kaman var, kalbimde tutmuş karar. Andolsun sana, Canan. Kadrini el bilir, etrini gül bilir. Saçının ağına, karasına kurbanım. Köllünün o hazin laylasına kurbana. Aziz ana. Eşiğimizde layla çaldı, geceler süpetey kadam aldı. İsti nefesini hemişe yaz bilmişem. Olup ki ben senin kadrini az bilmişem. Aziz ana. Ne kâr kaman var, kalbimde tutmuş karar. Andolsun sana, Canan. Kadrini el bilir, etrini gül bilir. Saçının ağına, karasına kurbanım. Köllümün o hazin laylasına kurbanım. Aziz ana. Niyetin hoştur, saftır südün, kulağında
Qədrini el bilir, ətrini gül bilir. Saçının ağına, qarasına qurbanım. Könlünün o həzin laylasına qurbanam. Əzizam